Xocaşen və Bozdağ silsilələrinin oxşar xüsusiyyətini müəyyən edin. İlk növbədə onu deyək ki, Xocaşen və Bozdağ silsilələri bu ərazilər əsasən Ceyrançöl, Acılıqur ərazilərində yerləşir ki, bu əraziyə oxşar xüsusiyyət təyin etməyə çalışaq. Xəttlərimizə nəzər salaq. Mütləq hündürlüyü 1500 metrdən çoxdur. Ümumiyyətlə, Xocaşən və Bozdağ silsilələri bu ərazi Bozdağın mütləq hündürlüyü 500 metrə qədərdir və ümumiyyətlə Ceyrançöl ərazisinin ən mütləq maksimum hündürlükləri 1000-1100 metr yüksəkliyə kimi uzağa çata bilir ki, hansı ki, bu bəndimiz 1500 metrdən çoxdur olan bəndimiz yanlış bənd olacaq. Ətəklərində gətirmə konusuna baxılmışsa, xeyr, bu ərazi alçaq dağlıq olduğu üçün bu ərazilərdə ətəklərində gətirmə konusuna rastlanmayacaq. Və Kür tektonik çökməsi, bəli, bu ərazi Azərbaycanın ən böyük tektonik zonası olan Kür çökməsi, bəli, Kür tektonik çökməsi olan əraziyə uyğun gəlir və doğru bəndimiz budur. Digər bəndlərimizə də yanlış bəndlərimizə nəzər salaq. Yamaclarında meşə örtüyü formalaşmışdır. Xeyr, bu ərazilər əsasən yarımçəri və quru çöl iqlim tipinə xarakterik olduğu üçün bu ərazilərdə quru çöllər və eyni zamanda da yarımsərhəd landşaftı üstünlüyü təşkil edir. Demək ki, yanlış bənddir bu da. Paleozoy yaşıl süxurlar yayılmışdır. Paleozoy yaşıl süxurlar Azərbaycanın əsasən qərb bölgəsində rastlaşır ki, ən qədim yaş çöküklər Azərbaycanda paleozoy yaş çöküklərdir. Amma Xocaşən və Bozdağ silsiləsində əsasən bu ərazilərdə biz Kaynozoyun Neogen yaşı çökükləri üstünlüyü təşkil edir. Demək ki, bu bənd də yanlış bənddir. Demək ki, bayaq da dediyimiz kimi doğru bəndimiz Kür tektonik çökməsində yerləşməsidir.